Bir insanı tanımaq üçün onun hərəkətlərinə yox, qoyduğu izlərə baxmaq kifayətdir. Kimin izi yazıda qalır, kimin izi musiqidə qalır, kiminin sevgisi isə torpaqda cücərir. Bugün qonaq olduğumuz bu bağ ilk baxışda rəngarəng, göz oxşayan görünə bilər. Amma bura biraz daha diqqətlə nəzər salanda görürük ki, burada böyüyən, yetişən sadəcə güllər və bitkilər deyil. Bu bağın hər küncündə, hər detalında qayğı və səbir dayanır. Burada bizi əsas qarşılayan illərin zəhmətidir. İnsanın məşğuliyyəti zamanla onun xarakterinin bir parçasına çevrilir. Görünür, bu gözəl bağ da öz sahibinin ruhunu daşıyır. Gəlin onu yaxından tanıyaq. Rauf bəy, bu bağa ilk toxumu nə vaxt səpmisiniz? Ömrünüzün neçə ilini həsr eləmisiniz? Bura belə bir bağ yeri olmayıb, bura ləpədöyən olub, bura bir baxımsız yer olub. Bura 32 ildir artıq mən bu bağı yaradıram, 32 ildir. Amma mən ömrümün demək olar ki, bütün ömrümü mən güllərə, çiçəklərə həsr eləmişəm. Harada yaşamışam, ora gözəl olub, cənnət olub. Ayağımın ləpirindən güllər bitib, o qədər gülləri mən sevmişəm. Güllərə gərək ürək qoyasan da, güllər üçün mən həmişə ürək qoymuşam. Ona görə də güllər də məndən öz güllərini əsirgəməyib, gördüyünüz kimi. Bu bağı ilk yaradanda, artıq ilk gülünüzü əkəndə belə böyük, gözəl bir məkan yaradacağınız ağlınızda var idi, belə bir xəyalınız var idi? Mənim bağım Masallıda idi. Masallıda torpaq yerindədir. Su, nə qədər istəyirsən, var. Dəri xəzri yoxdur, gizgilavar yoxdur. Masallıda bitki yetişdirmək, gül yetişdirmək, tərəvəz yetişdirmək, ağac əkmək, gül əkmək biraz asandır. Mən o vaxtı yaradmışdım, məni çəkirdilər televiziyalar, zətlər. Hamı mənə deyirdi ki, Masallıda əkməyə nə var, Bakıda ək. Mən də Allah qismət elədi, gəldim bu ləpədöyənə, dəniz sahilinə, şor qumlar üzərində başladım buranı yaratdım. Rauf bəy, sizin bağınız gözəlliyi ilə xüsusi fərqlənən bir bağdır. Sizcə sizin bağınızı belə xüsusi eləyən, fərqli eləyən nədir? Məhəbbət sözü var, kəlməsi. Məhəbbət, sevgi, məhəbbət. Dahi Azərbaycan şairi, böyük məhəbbət şairi Füzuli deyir ki, böyük Qəzəlxan Füzuli deyir ki, məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz. Hər işdə gərək o işə ürək qoyasan. Ürək qoydun, səvindir. Ürək qoymadın, apar qaytar. Bəs bütün güllərinizə, ağaclarınıza, bitkilərinizə ürəklə yanaşırsınız. Bəs aralarından elə biri varmı ki, ona xüsusi bir yanaşma göstərəsiniz? Ona daha çox ürəklə bağlanasınız? Mən güllərlə danışa bilirəm. Güllərin mən dilini bilirəm. Bu güllərin mən dilini bilirəm. Ona görə də bunlar mənə gül açırlar. Dilini bilməsin, bunlar sənə gül açmazlar. Məsələn, beqonyam. Beqonyam çox çətin güldür. Bunu toxumdan inkişaf elətdirməlisən. Sonra biraz günəş sevməyən yer istəyir. Bunun yeri biraz günəş olduğuna görə görürsən, biraz xoşa gəlimli deyir. Amma başqa yerdəkilər yaxşıdır. Gərək dilini biləsən, yerini biləsən. Ona gərək alın təri ilə onu suvara biləsən. Bunları eləsin, elə güllər yaşayacaqlar. Mən öz təcrübəmə əsasən güllər haqqında bunu deyə bilərəm ki, bəzi güllərin bir çiçəyini görmək üçün gərək fəsillər boyunca onun qayğısına qalasan, zəhmətini çəkəsən. Amma bəzi güllər var ki, onlar qayğını tez hiss edirlər, diqqəti tez hiss edirlər və onu həmən sənə öz çiçəkləri ilə, gülləri ilə, cücələrin tumurcuqları ilə geri qaytarırlar. Mən bunu daha çox insanların xasiyyətinə bənzədirəm, müxtəlifliyinə bənzədirəm. Yəni, bitkilərin də insanlar kimi öz xarakterləri var. Bəs siz bitkilərlə illərdir iç-içə olan biri kimi nə fikirləşirsiniz bu barədə?
Bura Abşerondur, quru subtropikdir. Məsəl üçün, vaxtilə Abşeronda ancaq quru sub, əncil, üzüm, badam, tüstə bir neçə bitkiləri əkmək, ağacı, gülü əkib becərmək olur. Çünki bu Abşeron mühitinə uyğun idi. Biz Azərbaycandan gələn, misal üçün, mən burada başqaları öz həyətində insanların təbiətə olan məhəbbəti artdıqca, insanların bağçılığı sevməyə, bağçılıq təsərrüfatını sevməyə artdıqca, gölçülüyü sevməyə artdıqca, biz bu quru qumluğu eləmişik, mikroklimat yaratmışıq. Abşeronda heç vaxt 50 il bundan qabaq belə yaşıllıq olmuyor. Abşeronda heç vaxt bu vaxtı belə bir gül, çiçək olmuyor. Biz o təbiətin də mikroklimat yaratdığımıza görə o ən çətin inkişaf edən bitkilər də, ən çətin inkişaf edən, ən kaprizli bitkilər də indi Abşeron torpağında becərmək mümkün olur. Çünki biz mikroklimat yaratmışıq. Mikroklimatda da təbiəti bitkiləri saxlayır, təbiət qoruyur, təbiət yetişdirir. Ona görə təbii şərait olmalıdır. Hər bir bitkinin ən çətin göyərən bitki üçün təbii şərait yaratsın, o sənə gülünü əsirgəməyəcək, sənə ətrini əsirgəməyəcək, sənə çiçəyini əsirgəməyəcək. Ona şərait yaratmaq lazımdır, imkan vermək lazımdır. Bəs bağınızda flora aləmindən bu qədər nümunə var. Bəs fauna aləmindən, yəni heyvanlar aləmindən hansı canlıları burada böyüdürsünüz, saxlayırsınız? Bilirsiniz, mənim şəraitim elədir ki, bu şərait kiçik güşədir də. Amma mən heyvanları da sevirəm də. Məndə orada qırqollar var, qızıl qırqol var, gümüş var. Sonra məndə orada mandarinka var, karolina var. Bunlar da sevilən quşlardır. Həm də balıqlarınız da var sizin. Hə, balıqlar. Mənim orada Şuşa gölüm var. Hamı deyir akvaryum. Mən fikirləşirəm ki, o Şuşa bir göldür. Şuşa göldə biz balıqları saxlayırıq. Sən o balığı hər adam saxlayır, anlamır niyə saxlayır. Məsəl üçün, huppi balığı var, huppi. Huppi diri doğan balıqdır. Bu balıq deyirsən ki, filan kəs balasının ağzında dili kimi saxlayır. Filan kəs balasının ağzında dili kimi saxlayır. Bu söz hardan götürülür? Gəlin huppi bala verəndə, doğanda, Quppiyə akvaryumda Şuşa göldə nəzər yetirin. Quppi bir balanı doğur, obusu balığı ikincisini doğur, üçüncüsünü doğur. O hər çalışır ki, bir balasını xilas eləsin. Nəhayət bir balasını xilas eləyir, ağzında saxlayır belə. Ağzı belə öz ağzında saxlayır öz balasını. Sonra bubusu balıqlardan aralanır, gedir kənarda o balasını çıxardır, biraz üzməyə öyrədir. Sonra görür yenə düşmən var, yenə də saxlayır və öz nəslini inkişaf elətdirə bilir. Biz quppi saxlayanda, balıq saxlayanda da biz ana məhəbbətini fikirləşməliyik. Biz fikirləşməliyik ki, əgər balıq balığılığı ilə ana balasını necə sevirsə, insan ondan 1000 dəfə artıq sevməlidir. Ona görə də bu balıq da yaxşıdır, Şuşa göl də yaxşıdır, balıqların məndə nevləri var, bir çox nevləri var. Yapon balıqları var, koi var. Mən onlardan nəsil almışam. Yapon koi də çəki balığının bir nevidir. Onların rəngi mühitinə görə dəyişir. Amma Azərbaycanda çəki balığı sazan deyilir. Sazanın rəngi qum qarı olduğuna görə qarı olur. Mən onlardan nəsil almışam. Müxtəlif rənglərdə biraz bu yerlilərə çəkirlər, qarı olublar biraz. Rauf bəy, bəs bağınızdakı bitkilər arasında ən nadir olanı hansıdır? Gəlin onu bizə göstərin. Nilufər, bunlar göllər şahıdır. Bunlar göllərdə inkişaf edirlər, göllərdə çiçək açırlar. Amma nilufəri də əkmək üçün, becərmək üçün. Axı bu bataqlıqda təbiətdə nilufərlər bataqlıq gülləridir. Azərbaycanda da təbii şəraitdə bir çox yerlərdə bitir. Neftçalarda təbii şəraitdə bitən nilufər var, ona şoni gülü deyirlər, ad qoyurlar oradan. Bunlar sevir qlina, bərk palçıq. Gül sevən gənclər arasında bizi ekran arxasından izləyən gənclər də var.
onlara bitkilərlə, bağçılıqla bağlı nə məsləhət verə bilərsiniz? Məsələn, onlar öz kiçik bağlarını yaratmaq istəyirlərsə, hansı bitkidən əkməyə başlasalar daha yaxşı olar? Hansı bitki onlar üçün daha rahat yetişər, daha rahat inkişaf eləyər? Gülləri becərmək üçün, bəsləmək üçün 3 şey lazımdır. Birinci torpaq lazımdır, ikinci su lazımdır, üçüncü hava. Biz qışda da gül bəsləmək istəyiriksə, gənclər istəyirlərsə, hökmən örtü altında eləməlidirlər. Mən gözümü açanda görmüşəm ki, həsirin altında bitkiləri saxlayırdılar, şaxtadan qoruyurdular, günəşdən qoruyurdular, onları saxlayırdılar. Örtük olmalıdır, örtü altında və indi hər cür imkan var, hər bir bitki haqqında informasiya var. Gənclər istəsə, orada gülləri becərmək çox asandır. Tək ki, arzuları olsun, deyir, niyyətin hara, mənzilin ora. Əgər niyyətləri olsa, gənclər elə gül bəsləyərlər məndən də yaxşı. Çünki onlar gəncdirlər.